Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitəni gətirən tır sürücüsü saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində küllü miqdarda narkotik vasitəsi və psixotrop təşkilli həbbin paytaxt ərazisində satışının qarşısı alınıb. 8 kiloqrama yaxın narkotik vasitə, 6000 ədəd psixotrop təşkilli həbb. Törətdiyi cinayət əməllərinə görə həbs olunan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam edir. İranın Asanduz şəhərindən İkram adlı şəxsdən narkotik maddələri götürmüşəm. Ölkə ərazisinə qaçaq yolla pul qazanmaq məqsədilə gətirmişəm.